Sağ Yəni olun, sağ olun. səbəb məncə hamımıza aydındır. Azərbaycanda mürtəci bir rejim var, sülalə rejimi var. 18-ci, 17-ci əsrlərin standartlarına uyğun gələn talançı və görməmiş bir rejim var. İnsan haqları, siyasi haqlar bu hakimiyyətin bir nömrəli təhlükə mənbəyidir. İnsanların siyasiləşməsi, öz haqqını tələb etməsi. Ona görə sistemli şəkildə Ata Əliyev hakimiyyətə gələndən o Sovet İttifaqının son illərində milli azadlıq hərəkatı ilə siyasiləşən cəmiyyətin, müəyyən bir siyasi institutlar yaranan cəmiyyəti susturmağa, zəiflətməyə çalışıb və bu da elə belə olmayıb. Burada bir tərəfdən xalqımızın haqqını da vermək lazımdır ki, Azərbaycan bu cür rejim altında müxalif əhval-ruhiyyəni saxlayan nadir ölkələrdən, yəni 93-cü ildən bəri 7 il oradan 33 ildir. Bir rejimin aramsız, dayanmadan repressiyalarından söhbət gedir və əlində kifayət qədər resurs olan rejimdən söhbət gedir. Azad mətbuatı, insanlar öldürülüb, minlərlə siyasi fəal həbsxanadan keçib, ölkədən sürgün edilib, azad media, ələ alınmalar, sındırmalar, şantajlar və buna baxmayaraq, bugün də indi Natiq Qənimət Zahid xaricdədir, Azərbaycanda özünə müxalifətçiyəm deyən insanlar varsa, mən Əliyevi diktator hesab edirəm, bu hakimiyyət getməlidir deyən insanlar varsa, biz bunların qədrini bilməliyik. Bəli, hakimiyyətin dəyişməməsi bizim hamımızı narahat edir. Amma bu döyüşən insanların da haqqını vermək lazımdır. Çünki mən bəzən söz tapa bilmirəm bu müxalif insanları sanki gözdən salmaq üçün mi deyim, təni altında buraxmaq üçün deyirlər 30 il müxalifətçilik olar, nə bilim, yenə müxalifətçilik. Nə təşkil edirsiniz? Yəni bu adamlar da, bu danışan adamlar da danışmasın, mübarizə aparmasın. Hamımızın məsuliyyəti var. Mən bayaq yəqin ki o sual verən yoldaş izləmədi. Dedim ki, Respublika sözü, dəyərli dostlar, siz məndən də yaxşı bilirsiniz, hamını qayğılandıran iş deməkdir. Hamının məşğul olması. Yəni biz əgər özümüzə respublika deyiriksə, özümüzü vətəndaş sayırıqsa, bu hamımızı maraqlandıran iş olmalıdır. Bu ölkədə baş verənlər, siyasət, yəni heç kimin özünü bu təyinatdan kənarda saxlama haqqı yoxdur. Çünki adımız üstümüzdədir. Cəmaətlıq olsaydı, nə bilim xanlıq olsaydı, əmirlik olsaydı bizi məsuliyyətdən azad eləyərdi bu məsələ. Amma respublikayıqsa, özümüzə vətəndaş deyiriksə, təbə demiriksə, burada baş verən hadisələrdə, siyasi hadisələrdə hamımızın məsuliyyəti var. Hay sən denən ki, mən siyasətçiyəm, siyasi partiyanın üzvüyəm, üzvü deyiləm. Yaxşı. Mən məsələni aydınlaşdırmaqdan ötürü ki, bəzilərimiz deyir ki, ancaq müxalifətindir günah, olsun. Mən günahkaram. Bəs biz indi fikirləşək, bizim bəyəm həkimlərimiz, təqaüdçülərimiz, tələbələrimiz, hərbiçilərimiz, polislərimiz, müxtəlif cəmiyyətin müxtəlif spektrləri, onlar daha yaxşı öz adlarına, statuslarına uyğun vətəndaşlar, təkcə müxalifətçilər, pislik yox. Müxalifət bu xalqın içindən çıxan insanlardır. Bizim heç birimiz anadan olanda bizim təyinatımız kimi pasportumuza yazılmayıb ki, sən müxalifətçi olacaqsan. Bu insanlar vicdanlarının səsinə qulaq asıb, böyük riskləri götürüblər. Azərbaycanda müxalifətçilik normal ölkələrdəki müxalifətçiliklə müqayisə oluna bilməz. Bu adamlar həqiqətən döyüş aparırlar. Böyük riskləri götürürlər gözlərinə. Nəticə yoxdur böyük məqamda, yəni hakimiyyət dəyişikliyi mənasında. Amma pessimizm üçün də tam pessimizmə qapılmağın da tərəfdarı deyirəm mən. Cəmiyyətimiz tam susturulmayıb. Bax, o adamların hünəri hesabına. Bugün həbsxanada yatan Əli Kərimli, Tofiq Yaqublu, Rüfət Səfərov və digər Talib Bağırzadə, digər ictimai siyasi fəallar daxil. Bunlar bizim siyasi tariximiz üçün böyük bir irs və nümunə yaradırlar. O ocaq sönməyib və bu ocağın sönməməyini bizim hamımızdan yaxşı İlham Əliyev bilir. Bu rejimin son illərdə qəddarlaşması, cərimələrlə,
nə bilim müxtəlif vergilərlə, repressiyalarla cəmiyyətin üzərinə azğıncasına gəlməyin səbəbi də odur ki, İlham Əliyev bilir ki, yüngül bir dalğalanma kifayət eləyəcək ki, bu hakimiyyətin yaxası xalqın əlində qalsın.